Bismillahirrahmanirrahim. Salam değerli dostlar. Allahın dəyişməz qanunlarından biri də insanlardan bəhanələri almaq, onlara hüccəti tamamlamaq sünnəsidir. Allah Teala bu mühüm məsələyə Nisa surəsinin 165-ci ayəsində toxunur. Ayədə Allah Teala buyurur: "Rusulan mubeşşirin və munzirin li'alla yekuna lin-nasi 'alallahi hüccetun ba'da'r-rusul və kanallahu azizan hakima." Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allah qarşı hər hansı bir bəhanəsi qalmasın. Allah hikmət və qüdrət sahibidir. Bu ayə bizə nə demək istəyir? Allah Teala bizə bunu demək istəyir ki, Allah bütün insanlar üçün oğruları doğrulardan ayırır. Allah insana ağıl verib və insanlara peyğəmbərlər, elçilər göndərmişdir. Allah bir ümməti, bir şəxsi ona lazımı bilgi vermədən cəzalandırmaz. Ayədə də Allah bizə bunu demək istəyir. O gün ki, peyğəmbərin qarşısında Əbu Süfyanlar, Əbu Cəhəllər dayanmışdı, o dövrün insanları bilirdi kim doğrudur, kim yanlışdır. Həzrət Əli qarşısında duranların batil olduğunu insanların böyük əksəriyyəti bilirdi. Bilməyənlərin də günahı özündə idi, bilmək istəmirdi. Ayədə Allah Teala bizə nə demək istəyir? Ayədə bunu demək istəyir ki, Allah Teala insanlara hər şeyi açıq, aşkar bəyan edəndən sonra onların bütün bəhanələrini onlardan alır. Buna deyirlər, hüccəti tamamlayır. Bugün hamı bilir, hamı anlayır ki, haqq cəbhəsi qarşısında duran qüvvələr Epstein olaylarının dırnaqarası qəhrəmanlarıdır. Mən misal olaraq deyirəm, kimsə qiyamət günü deyə bilməz, mən bilmədim bunlar kim idi, ona görə onları müdafiə etdim, ona görə bir tərəf durdum. Heç kim deyə bilməz. Bunlar 20.000 uşağı Qəzzədə qətlə yetirənlərdirlər. Bunlar Suriyada, İraqda, Əfqanistanda və digər ölkələrdə illərlədir cinayət törədən insanlardırlar. Onların Epstein olaylarında törətdiyi o cinayətlər bəlkə də tarixdə bənzərsizdir. Uşaqları öldürüblər, uşaqların ətini yeyiblər, uşaqların başına digər çirkin oyunlar gətiriblər. Bugün də insanlara, dünyaya demokratiya dərsi verirlər. Və sən bu qədər bu məsələlərin dünya səviyyəsində aydın olduğu bir halda necə deyə bilərsən mən bilmədim? Allah Teala hər şeyi açıb, heç kimin bəhanəsi yoxdur. Haqq cəbhəsi qarşısında dünyanın o zalimlarına, istehlakçı qüvvələrinə, müstəmləkəçi, o imperialist qüvvələrə qarşı mübarizə aparan haqq cəbhəsi qarşısında bu Epsteinin dırnaqarası qəhrəmanları durmuşdur. Necə deyə bilərsən mən bilmədim, başa düşmədim. Ayədə Allah bunu deyir. Deyir, biz bütün insanlardan bəhanəni alırıq. Ona görə bu məsələlər bu qədər aydındır, şəffafdır. İstər fərdi məsələdə olsun, istər ictimai məsələdə Allah Teala hər bir insan üçün hər şeyi açıqlayır. Bu ayənin əsas mesajı budur ki, qiyamət günündə, o gün ki biz Allahla üzləşəcəyik, batil tərəfdə olan insanların Allahın dərgahında heç bir sübutu dəlili olmayacaqdır. Allah məhkəməsində heç bir bəhanəsi olmayacaqdır. Ümidvarıq ki, biz bu haqq yolda sona qədər sabit qədəm qalacaq. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.